Qarabağ və Şərqi Zəngəzurun inkişaf konsepsiyasına uyğun olaraq geniş miqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar, hava limanı və müasir yaşayış kompleksləri inşa olunaraq bölgənin sosial-iqtisadi dirçəlişinə təkan verilir. Bu istiqamətdə Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, eləcə də Füzuli şəhərində geniş miqyaslı yenidən qurma və bərpa işləri həyata keçirilir. Xocavənd rayonunun Sos kəndində aparılan bərpa-quruculuq tədbirləri nəticəsində yaşayış məntəqələri yenidən istifadəyə verilir. Bununla yanaşı, adı çəkilən ərazilərdə yol nəqliyyat infrastrukturu, enerji təminatı sistemləri və sosial obyektlər yenidən qurulur, əhalinin rahat yaşaması üçün zəruri şərait yaradılır. Qeyd etmək lazımdır ki, bu ərazilərə köçürülən keçmiş məcburi köçkünlər aparılan bərpa-quruculuq proseslərinə fəal şəkildə cəlb olunub və bölgədə yaradılan yeni sosial və iqtisadi imkanlardan yararlanırlar. Həmin bölgələrdə tədris prosesinin təşkili və inkişafı diqqət mərkəzində saxlanılır. Müasir məktəb infrastrukturu formalaşdırılaraq müəllim və şagirdlər üçün keyfiyyətli təhsil mühiti yaradılır. Yeni məktəblər, uşaq bağçaları, ali və peşə təhsil müəssisələri istifadəyə verilir. İşğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Ağdamda da digər infrastruktur obyektləri ilə yanaşı məktəblər də tikilir. Belə məktəblərdən biri də Ağdamın Xıdırlı kəndində yerləşir. Hazırda 226 şagirdə 30-a yaxın texniki və pedaqoji heyət təlim-tərbiyə keçir. Lakin məktəb 528 yerlik olduğu üçün gələcəkdə mərhələlərlə böyük qayıdış proqramı davam etdikcə məhz burada şagirdlərin sayının artacağı gözlənilir. Bugün burada şagirdlərə riyaziyyat fənnini tədris etmək, burada onlarla bərabər, digər sakinlərimizlə bərabər çalışmaq, kəndimizin gözəlləşməsi üçün, təhsilimizin yüksəlişi üçün çalışmaq çox qürur verici hissdir. Bir zamanlar bu torpaqlar işğal altındaydı və böyüklərimizdən eşidirdik. Bu bizə pis təsir edirdi. Lakin indi isə işğal altında olan torpaqlarımızın azad olduğunu görmək və burada yaşamaq çox gözəl hisslər bağışlayır bizə. Buranın gözəl olduğunu eşitmişdim, amma xəyal edə bilməyəcək qədər gözəldir. Yəni buranın gözəlliyi, havası, dağı məni heyrətə düşürdü. Eyni zamanda Füzuli rayonunda Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzində yaradılan şərait, keçirilən dərnəklər və məşğələlər uşaq və yeniyetmələrin yaradıcılıq imkanlarının genişləndirilməsinə xidmət edir. Bu qısa müddət ərzində uşaqların və sakinlərin bura qayıtması, bu cür həvəslə gəlib burada, bu dərnəklərdə, hansı ki bizim burada bu mərkəzdə, Uşaq Yaradıcılıq Mərkəzində rəssamlıq dərnəyi var, rəqs dərnəyi var, xor dərnəyi var. Uşaqların bu cür bura həvəslə gəlib burada bu dərnəklərdə məşğul olmaqlarını görəndə biz də daha da çox ruhlanırıq. Dərsdən sonra bura gəlirəm və burada da həmçinin rəqsdə və bədii qiraət dərnəyinin üsulunda da iştirak edirəm. Burada mən dərsdən sonra boş vaxtımı gəlib səmər keçirdirəm və özümü inkişaf elətdirirəm. Rəqs sahəsində özümü yaxşı inkişaf elətdirirəm. Özbəkistan prezidenti tərəfindən Özbək xalqı adından Azərbaycana hədiyyə edilən Mirzə Ulubəyov adına 1 nömrəli Füzuli şəhər tam orta məktəbdə tədris təhsil prosesi davam eləyir. Artıq 3 ildir ki, açılışı olan bu məktəbdə 644 nəfər şagirdin təlim-tərbiyəsi ilə 50-yə yaxın heyət məşğul olur. İlk olaraq məktəbdə 100-dən artıq şagird və 14 pedaqoji heyətlə fəaliyyətə başlamışdı. Amma bu ötən 3 il eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinə köçən sakinlər, onların ailə üzvləri, evlatları bu məktəbin şagird və müəllim heyətinin sayına da müsbət təsir etdi. Hal-hazırda məktəbimiz 960 yerlik olmaqla yanaşı 644 nəfər şagird təhsil alır. Burada yaşamaq çox qürur vericidir. Çünki bu torpaqları biz asan əldə eləməmişik. Şəhidlərimizin qanı bahasını əldə eləmişik. Burada yaşamaq həm şagirdlər üçün, həm bizim üçün çox qürur vericidir. Artıq 2 ildir ki, burada işləyirəm. Bu gözəl məktəbdə işləmək hamımızın ürəyincədir, gözəl kollektivimiz var. Uşaqlar da məktəbi sevirlər, təhsil almaqdan zövq alırlar. Burada dərs demək ümumiyyətlə başqa bir şərəflidir, qürurludur, eyni zamanda məsuliyyətli bir işdir. Mən bununla fəxr edirəm.
Şagirdlərinizdən razısınız? Şagirdlərimiz bəli. Tanıyırlar ki, əvvəlki məktəblərdə. Yox, şagirdlərimiz bunu özləri üçün bir şans hesab eləyirlər. Bu məktəbdə oxuduqlarını özləri üçün bir şans hesab eləyirlər. Bu doğrudan da belədir. Mənim çox xoşuma gəlir bura. Məktəbimiz çox yekədir, həm də çox gözəldir. 2 ildir ki, bura köçmüşük və burada oxumaq çox böyük bir şansdır. Və mən bu şansı qazandığım üçün çox sevincliyəm. Çünki burada məktəbimiz çox gözəldir və bizim laboratoriya otaqlarımız, kitabxanamız böyükdür və çox gözəldir. İşğaldan azad edilən ərazilərin dirçəldilməsi və Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədi ilə sahibkarlığın dəstəklənməsi istiqamətində mühüm addımlar atılır. Bura Ağdam Sənaye Parkıdır. İşğaldan azad olunmuş ərazilərə qayıdan əhalinin məşğuliyyətini təmin edən bu parkda ondan çox müəssisə fəaliyyət göstərir ki, bu da mindən çox sakinin işlə təminatı deməkdir. Bu çərçivədə 190 hektar ərazidə 81,3 milyon ABŞ dolları investisiya həcmi və 938 iş yeri ilə yaradılan Ağdam Sənaye Parkında fəaliyyət göstərən El Elektrik Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal prosesi, məşğulluq imkanları və Sənaye Parkının regional iqtisadiyyata verdiyi töhfə həmin ərazilərin inkişafında mühüm rol oynayır. Zavodumuzda istehsal olunan alçaq və ortaq gərginli elektrik panellərinin, həmçinin 10 və 35 kV gərginlik elektrik yuvaları və avadanlıqların montajında, sxem üzrə yığılmasında və təhlükəsizlik qaydalarına uyğun icrasında iştirak edirəm. Ümumiyyətlə şirkətimiz elektrik panelləri, paylayıcı qurğular, eləcə də transformator məntəqələrinin istehsalı ilə məşğuldur. Əlavə olaraq qeyd eləmək istəyirəm ki, El Elektrik şirkəti Azərbaycan ərazisində yeganə şirkətdir ki, avtomobillər üçün şarj cihazlarının istehsalı ilə məşğuldur. Gördüyünüz bu zavodda 70 nəfərə yaxın işçi çalışır ki, onlardan da 90-95%-i yerli sakinlərdir. Bununla da şirkətimiz yerli sosial rifahın inkişafında böyük bir dəstək vermiş olur. Mən özüm də bu yaxınlardan Cənab Ali Baş Komandanın Ağdam şəhərinə baş tutan göç planında, yəni biz də evlə təmin edilmişik və burada hər bir məcburi köçkün, yurduna qayıdan hər bir məcburi köçkün müraciət nəticəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müraciət nəticəsində işlə təmin edilmişdir. Füzuli şəhərində özünü məşğulluq proqramına cəlb edilən yerli sakinlərə dövlət dəstək mexanizmləri tətbiq olunur. Sakinlərə kiçik biznes qurmaq üçün lazım olan avadanlıqlar və maliyyə dəstəyi təqdim olunur, həmçinin onların bacarıqlarını artırmaq məqsədi ilə təlimlər təşkil edilir. Özünü məşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar və istehsal sahələri yaradılır. 2024-cü ildə biz məşğulluq tərəfindən obyektlə təmin olunmuşuq və avadanlıqlarla hazırda hər şey öz qaydasındadır. Şükür Allaha, yəni qazancımız, işimizlə təmin olunmuşuq. Məişət şəraitimiz yaxşıdır, şükür Allaha. Yəni bütün hər şey öz qaydasındadır. Şəraitimiz ev şəraiti, yəni obyektimizin şəraiti bizim üçün dövlət hər bir şəraiti qurub. Buraya köçən sakinlər uzun illər məcburi köçkün həyatı yaşadıkdan sonra doğma yurtlarına qayıtmağın sevincini yaşayırlar. Onlar Füzulidə yaradılan yeni yaşayış məhəllələrində müasir və rahat şəraitlə tam təmin olunublar. Keçmiş məcburi köçkünlər üçün iş imkanları, sosial infrastruktur və xidmətlər mərhələli şəkildə formalaşdırılır. Bu qayıdış həm insanların həyatında yeni bir başlanğıc, həm də bölgənin dirçəlişinin bariz nümunəsidir. Böyük həsrətlə bax bu günləri gözləmişik. Mən müəlliməm, hər dəfə məktəbimin istəyirdim ki, kaş deyirdim gün o gün olaydı, Kəngərli kənd orta məktəbi yaşaydıq ora, o kollektivimiz, o məktəbdə yenidən mən dərs deyərdim. Çünki belə götürəndə bax, təxminən siz yaşlıların hamısın, 90, 79-80-ci tədris ilindən mən dərs demişəm keçən ilə qədər. Nəm dərs dediyim şagirdlər, bax bugün yollarla gedəndə salamlaşırıq, hamısı mənim dərs dediyim uşaqlar, onların övladları və nəvələri. Bu günə şükür, Allahın bu gününə şükür. Bu günü bizə nəsib edən o cəngavər oğlanlarımıza şükür. Allah o gedən şəhidlərimizə rəhmət eləsin. Onların ruhu bizim üçün həmişə əzizdir. 29 yaşım vardı mən Füzulidən çıxanda. Artıq indi 60 yaşım var. 60 yaşımda burada qeyd eləmişəm. 31 il sonra vətənə qayıtmışam. Allah prezidentin canını sağ eləsin. Ümumiyyətcə bu işdə kimin əməyi varsa Allah hamısının canını sağ eləsin. İgidlərimizin canını sağ eləsin. Mənim 40 yaşım olanda, aprelin 1-də 40 yaşım olur. 40 yaşımı tamam eləmişik.
avqustun 23-də Füzuli rayonunu tərk edib getmişik. Bilməmişik hansı şəhərə gedirik, bizi nə gözləyir, hara yerləşəcəyik, körpə uşaqlar. Qızım Naxçıvanda institutda oxuyur, oğlumun biri Şuşada musiqi məktəbində oxuyur. Bir qızımla bir oğlum da şagirddir. Həyat yoldaşım da 2-ci qrup əlildir. Bilmirəm, bunların Rəşad adlı oğlu var, indi işlədir, burada iştirak eləmir. O uşağı götürəm, yoxsa 50 yoldaşımın qolundan yapışam. Hələ də o günlər, o tarix yadıma düşəndə özümü çox pis edirəm, çox. Xocavənd rayonu üzrə bərpa olunan yaşayış məntəqələrində sosial və iqtisadi fəallıq artır, əhalinin məşğulluq və ictimai həyata inteqrasiyası genişlənir. Görülən tədbirlər bölgələrdə dayanıqlı inkişafın və insanların sosial rifahının təmin olunmasına xidmət edir. Tərlan İbrahimova, İlkin Elazov, NTV Xəbər.